bir qadını seçdiyi bir cavan oğlan. Bunu hələ ailə qurmayanlara aid edirəm və quranlara da aid eləmək olar. Bütün eyibləri ilə sonra gördün, dinən ki, mənə beləsi lazım imiş. Mənim xarakterimə uyğun Allahın təqdiridir bu. Bilin ki, Allah çoxumuza, 99%-imizə ən uyğun həyat yoldaşı seçib. Bunu mən söz üçün demirəm, bu dəqiq məsələdir. Həyat yoldaşı odur ki, o ilə bircə həyat yaşayıb öz eyiblərini görəsən və islah edəsən. Xoşbəxtliyi gərək zərrə-zərrə yaradasan, əldə edəsən. Xoşbəxtlik belədir. Xoşbəxtlik bəxtəbəxt deyil, xoşbəxtliyi yaratmaq lazımdır. Bəxtimə beləsi düşüb, xoşbəxtliyin amili bu deyil. Ən yaxşı həyat yoldaşı da olsa sənin həyat yoldaşın, öz üzərində işləməsən, o da səni yoracaq. O da səni yoracaq. O qədər adamlar tanıyıram ki, gözəl ailəsini tərk edib, gedib bir dənə, üzr istəyirəm, yırtıcı ilə yaşayır. Çünki qurdun öhdəsindən qurd gələr. Bu, o mülayim insana yorur onu, bezdirir. İnsan özü öz üzərində işləmirsə, ailə nə olur olsun, ondan bezəcək, yorulacaq.